Hər vaxtınız xeyir əziz izləyicilər. Güney Azərbaycan televiziyasında biz dünyada və bölgədə baş verən əsas hadisələr analiz edirik. Həftə hadisələrlə bol idi. Prezident İlham Əliyevin Almaniya işgüzar rəsmi bir səfəri oldu və bu səfər çox maraqlı idi o baxımdan ki, Azərbaycan Avropa ölkələri ilə, Avropa İttifaqının üzv ölkələri əməkdaşlığı genişləndirir. Siyasi, iqtisadi, enerji əməkdaşlığı. Rusiya-Ukrayna müharibəsi fonunda da bu saat Avropa İttifaqı ölkələrinin enerjiyə ehtiyacı var və Azərbaycan bu enerji ilə Avropa İttifaqı ölkələrini təmin edir. Ondan çox ölkəyə biz qaz, neft nəql edirik. Almaniya da bu ölkələrdən biridir. Və bu mövzular Prezident İlham Əliyev ilə kansler Friedrich Merz arasında geniş müzakirə olundu. Sonra birgə mətbuat konfransı keçirdilər. Orada da çox maraqlı hadisələr baş verdi. Nə idi bu maraqlı hadisələr? Deməli, Prezident İlham Əliyevin Almaniya səfərindən bir neçə gün öncə Qərb mətbuatında Times qəzetində, sonra Alman qəzetləri də bunu nəşr elədi. Belə bir məqalə yayınlandı ki, Bakıda Rusiya və Almaniya nümayəndələrinin, rəsmilərini deməyək, çünki rəsmi deyirlər, keçmiş rəsmi olublar. Nümayəndələrin Bakıda bir qapalı görüşü olub. Qapalı görüşü olub və burada suallar çıxırdı ki, bu görüşdən Azərbaycan tərəfinin xəbəri var idimi, bu görüşdə nələr müzakirə olunub və ya niyə bu görüşdə məhz keçmiş rəsmilər iştirak edib, indiki rəsmilər olmayıb. Bu sual geniş şəkildə Prezident İlham Əliyev verildi və Prezidentimiz qeyd etdi ki, bu görüş barədə onun məlumatı olmayıb, amma görüşün başlığı artıq o daha sonradan öyrənib, Sərhəd Qoşunları Xidmətindən də məlumat alıb ki, bu şəxslər təyyarə ilə Bakıya gəlib və Azərbaycan mərkəzi otellərinin birində görüş keçirir. Onda belə bir sual da aktuallaşır ki, əgər belə bir görüş olubsa, qapalı görüş olubsa, niyə əvvəlcədən Azərbaycan rəhbərliyi məlumatlandırır? Çünki bundan öncə də Bakıda çox mühüm görüşlər keçirildi. Məsəl üçün 15 il qabaq Rusiya-NATO münasibətləri gərginləşəndə Rusiya Baş Qərargahının rəisi NATO-nun Avropa komandanına Bakıda bir neçə dəfə görüşün müzakirə aparmışdı. Görüşün nəticəsi olmadı. Nəticəsi olsaydı Rusiya-Ukrayna müharibəsi də baş verməz. Amma hər halda belə bir görüş Bakıda bir neçə dəfə oldu. Və ya Türkiyə-İsrail münasibətləri gərginləşəndə Türkiyə-İsrail rəsmiləri Bakıda görüşlər keçirdi. Düzdür, bu görüşdən də belə deyə nəticəsi olmadı. Çünki İsrail daha sonra Qazada hərbi əməliyyata başladı, münasibətlər daha da gərginləşdi. Yəni sözümün canı odur ki, Bakıda qapalı görüşlər olub, amma bu qapalı görüşlər barədə Azərbaycan tərəfinin məlumatı olub və şərait də yaradılıb bu görüşlər. Ya belə bir sual çıxır ki, yəni bu görüş haqqında Azərbaycan tərəfinə məlumat verilsəydi, burada nə problem yaşana bilərdi ki? Çünki İlham Əliyev həmin o mətbuat konfransında o fikirdə söylədi ki, xəbərimiz olmasa da tək nəticə olsun, tək Rusiya-Ukrayna müharibəsi dayansın. Amma Rusiya-Ukrayna müharibəsi dayanmır, daha da şiddətlənir. Bəli, bu sual da aktualdır ki, əgər Putinin, Rusiya prezidentinin bu müharibə ilə bağlı mövqeyində radikal bir dəyişiklik yoxdursa, atəşkəsə razılaşmırsa, onda Alman nümayəndələrə bu görüşə nə ehtiyac olub? Nə ehtiyac olub? Və bu da ciddi suallardan biridir. Bir maraqlı tədbir də Türkiyənin paytaxtı Ankarada oldu. Deməli, Türkiyəli bir siyasətçi var, Doğu Pərincək, özünü Avrasiyaçı adlandırır. Onun Rusiyalı həmkarı da məşhur o Avrasiyaçı Aleksandr Dugindir. Yəni Rusiya hakimiyyətinə, Putinə yaxın olduğu iddia edilir. Şovinist bir adamdır. Yəni Ukrayna işğalçı müharibəni dəstəkləyənlərdən biridir. İdeoloqlarından da biri sayılır. Ankarada belə bir konfrans oldu və bu konfransda belə bir fikirlər səsləndi ki, bunu daha əvvəldə Doğu Pərincək səsləndirirdi. Türkiyə, İran, Rusiya, Çin bir dördlü bir ittifaq formalaşdırmalıdırlar. Əslində bu mənim şəxsi fikrimdir. Yəni bu belə bir dördlü bir ittifaq nə Türkiyə, nə də Azərbaycan maraqlarına cavab verir. Biz düzdür, qonşu dövlətlərlə normal münasibətlərin tərəfdarıyıq, iqtisadi layihələri reallaşdıraq, ortaq layihələri reallaşdıraq. Amma məsələ burasındadır ki, Rusiyada və İranda hakim dairələrə yaxın şovinist qüvvələr var və onlar Cənubi Qafqazı hələ də arxa bağçaları hesab edirlər. Bizim müstəqil qərarlara müdaxilə etmək istəyirlər. Zəngəzur dəhlizinin əleyhinə açıq fikirlər söyləyirlər. Bu konfrans və bu konfransa səslənən dördlü ittifaq barədə deyilənlər, yəni reallaşması çətindir əslində. Türkiyə də buna getməz. O ki qaldı Amerika-İran müharibəsinə, müharibə tam şiddəti ilə davam edir. Amerikada zərbələr endirir, İran da Amerikanın körfəz ölkələrindəki müttəfiqlərinə zərbələr endirir, Küveytə, Səudiyyə Ərəbistanı, indi Husiləri də bu işə cəlb edib, İran Husilər də Səudiyyə Ərəbistanına zərbələr endirirlər. Yəni aləm qarışıb bir-birinə yaxın şərqdə yenə də gərgin idi. Bizim bölgəmizə, sırf bizim bölgəmizə gəldikdə Nikol Paşinyan ki, parlament seçkilərində qələbə çaldı. Biz fikirləşirdik ki, bu qələbədən sonra Paşinyanın növbəti addımı konstitusiya dəyişikliyi olmalı ki, Azərbaycanla sülh sazişi imzalansın. Amma onu da başa düşürdük ki, kifayət qədər parlamentə səsi yoxdur ki, referendumu təyin edə bilsin. Bir neçə səs çatmır. Amma başqa alternativ də var.
Ermənistan qanunlarına görə 300 min Ermənistan vətəndaşının imzasını toplasa əslində referendum keçirə bilər. Amma Paşinyan belə bir açıqlama verdi ki, referendum gələn ilə qalır. Yəni əslində bu sülh sazişinin imzamızı bizdən çox Ermənistana lazımdır. Biz zaten problem həll etmişik, ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik. Sülh quruculuğu da öz yolu ilə davam edir. Ermənistana yanacaq satırıq. Rusiya, Qazaxıstan taxılı Azərbaycan ərazisindən Ermənistana çatdırılır. İndi gələn ili gözləyək, gələn indi referendum keçirsə Paşinyan, daxili məsələləri də nəzərə alır. Çünki radikal müxalifətlə yenə də belə deyək, mübarizəsi güclənib. O fikirləşir ki, referenduma getsə Rusiyanın əli ilə radikal müxalifət bir çevriliş cəhd edə bilər. İndi gələn ilə gözləyək. Belə mövzularımız var və bu mövzuları proqramımızın dəyərli qonağı, siyasi ekspert Yusif bəy Bağırzadə ilə müzakirə edəcək. Yusif bəy, proqramımıza xoş gəlmisiniz. Minnətdaram Elxan bəy dəvətə görə. Biz təşəkkür edirik. Yusif bəy ilə prezidentin Almaniya səfərinə toxunmamışdan öncə elə o mövzu ki, biz haqqında danışdıq ki, Almaniya və Rusiya tərəfi Bakıda qapalı müzakirələr keçirir. Suallar çoxdur. Niyə qapalı? Niyə Azərbaycan tərəfinə məlumat verilmir və bu görüşdə sizə nələr müzakirə olunur? Minnətdaram suala görə. Birinci qeyd etmək lazımdır ki, bugünkü günə doğrudan da Azərbaycan-Almaniya münasibətləri, yəni strateji müttəfiqlik münasibətlərin dərinləşməsi bəyannnaməsi fonunda baş verir. Bildiyiniz kimi cənab prezidentin Almaniya səfəri ərəfəsində həm Almaniyanın prezidenti Steinmeier ilə görüşdü, sabiq Xarici İşlər naziri idi. İndi də kansler Merz ilə yüksək səviyyəli görüşlər keçirildi və bu görüş əsnasında deməli iki dövlət başçısı bəyanatla çıxış elədilər. Bu bəyanatda açıq göstərilir ki, artıq Almaniya-Azərbaycan münasibətləri daha yüksək bir səviyyəyə qalxır. Bu nə səviyyədir? Bu, həm Almaniya, həm də ki, Azərbaycan iqtisadiyyatının bütün istiqamətlərində əməkdaşlıq. Burada həm müdafiə, həm təhlükəsizlik, həm təhsil, həm logistika, həm nəqliyyat. Yəni, əvvəllər belə də bildiyimiz kimi biz Almaniya xam mal verirdik. Əsas da birinci neft məhsulları vermişik. Onun əvəzinə texniki avadanlıqlar alınırdı Almaniyadan. İndiki modeldə artıq bu müttəfiqlik bir modeli ortaya qoyulubdur. Və nəzərə almaq lazımdır ki, bayaq siz çıxışınızda da qeyd etdiniz, Avropa İttifaqı Azərbaycan münasibətlərində Azərbaycan 16 dövlətə bugünkü gün Azərbaycan qaz ixrac edir. Onu Avropa İttifaqına daxil olan dövlətlərdir. Onun başında da Almaniya daxildir. Çünki Almaniya Avropa İttifaqının ümumdaxil məhsulunun 25%-ni, ümumdünya iqtisadiyyatının 4%-ni təşkil edir. İqtisadiyyat böyük iqtisadiyyatı və Avropa İttifaqının əsas donorlarından biridir. Bu görüş haqqında 2 dəqiqə mən icazə versəniz bir məlumat verərdim. Bugünkü günə Avropanın qaza böyük ehtiyacı var və bu cənab prezident çıxışında qeyd etdi. Bu həm də Rus-Ukrayna müharibəsindən əlaqədar. Bu həm Şuşa forumunda qeyd etdi, həm də ki, bu Almaniya səfəri ərəfəsində qeyd etdi. Tələbat gün-gündən artır və bundan əvvəlki cənab prezidentin, yəni Türkmənistan prezidenti Berdimuhamedlə görüşündə də onu qeyd etdi və ondan əvvəl bildiyiniz kimi 3 Avropa İttifaqının Avropa məmurları, komissarların Azərbaycana səfəri, Ursula von der Leyenin, Kaya Kalasın, Koştanın Azərbaycan rəsmi səfəri ərəfəsində Azərbaycan dedi, biz artırmağa hazırıq o qaz ixracını. Ancaq bizə qarant verin ki, bu məhsulu bizdən alasınız. Yəni, ya uzun müddətli bir müqavilə olmalıdır bu dövlətlərlə və yaxud Avropa İttifaqı ilə Azərbaycan arasında və yaxud həmin qaz genişləndirilməsi, yəni TANAP layihəsinin genişləndirilməsinə əlaqədar öhdəliyi Avropa İttifaqı öz üstünə götürməlidir. Onunla əlaqədar cənab prezidentin bu səfəri önəmlidir. Həm də bu ona görə vacibdir ki, Yusuf bəy, neftdən fərqli olaraq qaz çıxarılan kimi o dövlətlərə çatdırma, nefti yenə çəndə saxlaya bilərsən. Bəli. Qaz çıxarılan kimi o almaq istəyən ölkəyə çatdırılır. Ona görə prezident onu deyir ki, yəni gəlin əvvəlcədən bu müqavilələri bağlayaq. Ona görə də bu Mersinlə görüşündə prezidentin nüansa diqqət yetirməsi, onunla əlaqədar çıxış etməsi bu deməkdir ki, əvvəldən yəni kansler Merslə, prezident İlham Əliyevlə bununla əlaqədar müəyyən bir anlaşma var. Yəni yaxın günlərdə yəqin ki, bunun müsbət həllinin şahidi olacağıq. Ya
turbanın, belə deyək də, kəmərin Avropa İttifaqı tərəfindən maliyyələşməsini və yaxud uzun müddətli kredit və yaxud Avropa İttifaqına daxil olan 10 və ya digər dövlətlərlə Azərbaycan arasında uzun müddətli bir müqavilə olmalıdır ki, bizim məhsulumuzu alacaqsınız. Bu bir. Qaldı bu... Almaniyanın özü də məncə maliyyələşdirə bilər. Çünki o xəttlərdən biri Almaniyaya çəkilsə, bəli. Məsələn, Avropa İttifaqının bankları maliyyələşdirməsə belə, Almaniyanın çox belə böyük bankları var. O banklardan biri maliyyələşdirsə, Almaniya sizcə xətt çəkilə bilməzmi? Bu, bildiyiniz kimi Merkelin vaxtında bu Şimal axını 1, Şimal axını 2 Baltik dənizindən suyun altından olan həmin turbalarla əlaqədar maliyyələşmənin bir hissəsi Gazprom tərəfindən icra edilmişdi. Bir hissəsi də Avropa İttifaqına daxil olan, həm də Almaniyaya daxil olan banklar tərəfindən maliyyələşmişdi. Bugünkü günə o kəmərlər işləmir və ona görə də siz dediyiniz kimi ehtimal çox böyükdür və nəzərə alsaq ki, bugünkü günə həm də ki, Türkmənistan-Azərbaycan münasibətlərinin intensivləşməsinin şahid oluruq. Əsas ixrac edən dövlətlərdən biri də Türkmənistandır. Türkmənistan bildiyiniz kimi öz qazın bir hissəsini İrana, bir hissəsini Çinə, bir hissəsini də Rusiya verir. Amma Avropaya qazı nəql etməz görək Xəzərin dibindən boru. Ona da Rusiya ilə İran mane olur. Bu kəmər işləyəcək təqdirdə genişləndirilmiş kəmər. Türkiyənin özünün də Rusiyadan, İrandan asılılığı sıfıra inəcəkdir. Ona görə bu model Rusiyaya xeyir etmir. İrana da xeyir etmir. Ancaq Azərbaycanın əlində böyük bir güc var. O da bildiyiniz kimi Pezeşkanın, İranın prezidenti Cənab Pezeşkanın Rusiya səfəri ilə əlaqədar iki dövlət arasında bağlanmış müqavilədir. Orada həmin müqavilə, bu əsas iqtisadi müqavilədir. Rusiya qazının İranın aşağı tərəflərinə ötürülməsi Sovetin vaxtında da belə bir müqavilə vardı və işləyirdi. 50 milyard kubometr yaxın Rus qazının İrana ötürülməsi. Onun da keçmə nöqtəsi Azərbaycandır. Ona görə də Azərbaycan bu vasitələrdən istifadə edərək Avropa modelində artırır. Qaldı bu görüş haqqında. Qeyd etmək lazımdır ki, doğrudan da bayaq qeyd etdiyiniz kimi Avropa saytlarında və aparıcı mətbuat orqanlarında bu Bakı görüşündən əlaqədar ələlxüsus cənab prezidentin Mersin görüşündə verilən suallara cavabı doğrudan da belə bir Avropa mətbuatında bomba kimi partladı. Bəli, hamı bundan yazdı. Avropada, Amerikada. Qeyd etmək lazımdır ki, bu görüş dördüncü görüşdür. Alman və Rus tərəfi ilə dördüncü görüş. Orada Alman, Rus deyil. Həm də ki, belə deyək də, bu Brüsselin də nümayəndələri, sabiq ATƏT-in işçiləri, belə deyək də, üzvlərindən olan vətəndaşlar iştirak ediblər. Görüş dördüncü görüşdür. Birincisi... Yeri gəlmişkən, siz də millət vəkili olduğunuz illərdə, yəni o ATƏT-lə də təmaslarınız oldu. Bəli, mən də ATƏT-in nümayəndə heyətinin rəhbəri olmuşam Azərbaycan tərəfdən. Qeyd etmək lazımdır ki, bu görüş 4 görüş olubdur. Həmin görüşdən biri Abu Dhabi'də keçirilibdir, 3-ü Bakıda keçirilibdir. Həmin görüşdə, belə deyək, Almaniya tərəfindən təqribən 2010-cu ildə Peter forumu deyilən bir forum yaradıldı. Bəli. Bu forum nədən ibarətdir? Bu, Almaniya, Rusiya, həm də ki, Avropa İttifaqı Rusiya münasibətlərinin daha da dərinləşməsi bir modelidir. İş adamlarının birgə konfransı idi. Bəli, belə Valday klubunun balaca bir modeli idi və nəzərə alsaq ki, Bakı görüşündə olan iştirakçılar həm də ki, həmin Peter forumunun üzvləridir. Zubkov Rusiya tərəfindən keçmiş baş nazir, indi Gazpromun top meneceri Zubkov, əski Rusiya Müdafiə naziri İvanovun qaynatası, ikinci şəxs Fadayev, insan hüquqlarına əlaqədar, belə deyək də, müvəkkil, o ancaq orada tərcüməsi rolunu Fadayev biləsiniz. O Alman dilli olduğuna görə, İngilis dilini bilinənə görə Fadayev tərcüməsi rolunu. Ondan başqa Qramuko orada iştirak edibdir. Bu Rusiya Elmlər Akademiyasının vitse-prezidentidir Qramuko. Keçmiş SSR Xarici İşlər Nazirinin qohumluğu çatmır Qramukoya. Yox, onu bilmirəm. Ancaq kifayət qədər nüfuzlu adamdır. O biri tərəfdən də Almaniyadan bildiyiniz kimi Pafalo iştirak edibdir. Siz üçüncü görüşü nəzərdə tutursunuz da? Bəli, üçüncü görüşü. Bu şəxslər o iki görüşdə də iştirak edirlərmi sizcə? Siz dediniz Bakıda 3 görüş olub. Bakıda 3 görüş olub. Həmin bundan əvvəlki görüşlərdə mi bunlar olublar? Format dəyişməyibdir.
Format Və dəyişmir. o görüşlər də mi qapalı və Azərbaycan tərəfinə görəsən məlumat verilmir? Verilməyibdir. O görüşlər barədə. Verilməyibdir. Çox maraqlı. Azərbaycan tolerant bir dövlətdir. Məsələn, biz yəni cənab prezident də çıxışına qeyd etdi ki, bizim məlumatımız olmayıbdır. Ancaq biz sevinərik ki, bu görüşün nəticəsi. Ancaq bu görüşdən nəticə almaq biraz razıyam. Ehtimal çox azdır. Çünki bu siz necə fikirləşirsiniz? Bu görüşdə ancaq Peter forumu müzakirə edirsə, Rusiya-Ukrayna müharibəsi barədə də fikir. Bu hədəf verirəm. Hədəf beynəlxalq mətbuatdan və məndə olan məlumata görə hədəf Rusiya-Ukrayna müharibəsidir. Onun sona çatmasından, sülh platformasının yaradılmasına əlaqədar. Bax, və bu hesab edirsiniz ki, bu nümayəndələri də Rusiya prezidenti Putin özü təyin edib ki, bunlar Bakıya getsinlər. Məlumatları var, %100. Bax, amma halbuki Putinin mətbuat katibi Peskov da qeyri-müəyyən cavab verdi. Qeyri-müəyyən cavab verdi. Elə Lavrovun özü də qeyri-müəyyən bir. Almaniya kansleri Merz özü də dedi, mənim xəbərim yox. Bəli, çünki Merkelin komandasından idi iştirak almaq. Merkelin isə Putinə münasibəti müsbətdir. Müsbətdir. Schröderlə dostdur Putin. Həmin o Gazpromda direktorlar şurasının üzvüdür. Schröder. Xalq diplomatiyasının bir modelidir. Forum kimi qeyd etdiyim kimi 2021-də baxmayaraq ki, Ukrayna da narazı qalmışdı. Demək, Ukrayna mövqeyi belə oldu ki, bizim iştirakımız olmadan bizi müzakirə edirlərsə, bizim taleyimizi müzakirə edirsə bu düzgün deyil. Orada taley müzakirəsi yox idi. 2021-də Almaniya tərəfindən bir tərəfli qaydada bu Peter forumu dayandırılmışdı bildiyiniz kimi. Müharibəyə görə. Bəli, bu görüşlər 2021-dən sonra olan görüşlərdir. Elə bil onu qeyri-legal davam elətdirirlər. Almaniya məqsədi də mənim üçün qaranlıq qalır. Nəyə ümid edirlər? Müharibə bitməyincə, Ukrayna torpağı işğaldan azad olunmayacaq, Avropanın, Almaniyanın sanksiyaları davam edəcək. Bəli. Mənə elə gəlir ki, ola bilsin bunlar gələcəyə dönüş ki, bir gün müharibə bitsə, biz bu formatı necə bərpa? İndi çünki bu formatı bərpa edəməz, Almaniya buna getməz. Avropa İttifaqı da Almaniyanın bu qərarını anlamaz. Bugünkü günə Almaniya iqtisadiyyatı güclü iqtisadiyyat olsa da, bayaq qeyd etdiyim kimi, heç də gözəl günlərini yaşamır. Bu da ki, vəziyyətlərə zavod dalıca bağlanır. Enerji resurslarına əlaqədardır. Almaniya bugünkü günə uyğundur ki, Rusiya-Ukrayna müharibəsi bitsin və yenidən belə deyək də Almaniya Rusiyadan qaz və neft məhsulları ixrac etsin. Ona görə də maraqlıdır. Maraqlıdır ki, çünki biz sizdən bəzi məsələləri müzakirə edəndə qeyd etdiniz ki, doğrudan da cənab Mersin reytinqi aşağı düşə-düşə gedir. Bəli. AGD-nin, yəni alternativ Almaniya deyilən bir partiya var. Şovinist partiya kimi dəyərləndirir. Onun reytinqi qalxır. Bu fonda yəni Mersə və onun komandasına xeyir eləyərdi ki, bu Rusiya-Ukrayna müharibəsi bitsin. Baxmayaraq ki, Avropa İttifaqına daxil olan şərq dövlətləri, məsələn, Polşadır, Pribaltika dövlətlərdə və digərləri istəməz ki, müharibə bitsin. Çünki onlar da təhlükə gözləyə bilər. Ancaq Almaniya bugünkü günə o vacibdir ki, məsələn, qabaqdan seçkilər gəlir. Bu seçkilərdə Mersin reytinqinin aşağı düşməsi, baxmayaraq ki, bildiyiniz kimi Səhiyyə naziri istifaya getdi. Kabinetdə xeyli dəyişiklik edildi. O Böyük Britaniyada da kabinetdə dəyişiklik edildi. Ancaq qeyd etmək lazımdır ki, yəni ADG-nin hakimiyyətə gəlmə şansları böyükdür. Yəni həm Fransada, həm Almaniyada millətçilərin hakimiyyətə gəlməyi şansları böyükdür. Ona görə də onlar bu Rusiya, Avropa İttifaqına daxil olan dövlətlərlə münasibətlərdən, yəni enerji resurslarının bağlaşmasından istifadə eləyərək o platformadan istifadə eləyirlər. Yəni Ukraynaya hərbi maddi yardımın qarşısını almaz platformasından çıxış eləyərək səsləri götürmək istəyirlər. İndiki halda doğrudan da bizim bundan xəbərimiz yox idi. Cənab prezident qeyd etdiyi kimi, əgər belə bir şey görüşlərin əlbəttə ki Rusiya-Ukrayna müharibəsinə kömək edərsə, biz buna sevinərik. Mən də deyirəm ki, bu görüşün çox böyük əhəmiyyəti yox idi. İkincisi, Rusiya-Ukrayna müharibəsi davam eləyir. Ancaq orada da vəziyyət dəyişə bilər. Çünki icazə versəz 2 dəqiqə bu haqqında. Buyurun. Çünki bildiyiniz kimi Lavrov Manilada, Filippində Lavrov Rubio görüş oldu. 35 dəqiqə oldu söhbət. Nəticəsiz qaldı. Nəticəsiz qaldı. Ancaq Ankarich, yəni Alyaska görüşünə xitam verildi. Yəni orada ötəri ki, bu Donetsk
Luqansk məsələləri var idi. Bildiyiniz kimi orada bir format vardı. Hətta Türkiyə onun üstündə də dayanmışdı. Cənab Hakan Fidan da bu haqda geniş açıqlama vermişdi. Bu Rusiya istəyir ki, ümumiyyətlə bütün Donbas vilayəti verilsin, nəzarətə keçirilsin. Zaporojets və Xersondan Ukrayna VSU çıxarılsın. Onu da Ukrayna heç vaxt qəbul etməz. Ancaq Hakan Fidan çox yaxşı qeyd etdi ki, qoşunlar dayandığı yerdə dayanmalıdır. Onu əslində Zelenski də deyir. Ukrayna prezidenti. Gəlin atəşkəs elə. Kim harda dayanıb orada da dayansın. Amma Putin deyir, yox, sən mənə verməlisən o torpaqları. Ankoriç görüşü elə bil Alyaska görüşü Rusiyanı arxaya salmışdır. Rusiya dediyin üstünə dayanırdı. Artıq çox istinad eləyirlər o görüşdə. Əlini oradan çəkəndən sonra Rusiya pis vəziyyətə düşdü. Rubio açıq dedim Lavrovla görüşdən sonra. Dedi, bitdi bu məsələ. Çünki şərtlər dəyişər deyəndə də mən hesab edirəm ki, Trump və Rubio onu nəzərdə tuturlar ki, Ukraynanın müqavimət gücü artıb. Bəli. Çünki Ankoriç görüşü olanda Ukraynanın bu qədər müqavimət gücü yox, bu qədər dronla Rusiya zərbə endirə bilmirdi. Trumpın da mövqeyi dəyişib. Doğru. Bu ona görə də Rusiyanın vəziyyəti ürəkçan deyil. Çünki Avropa İttifaqı ha vaxtdandır ki, bu 21-ci paketi qəbul edə bilmirdi, artıq qəbul etdi. Sanksiya, Rusiyaya qarşı sanksiya verir. İkinci bir tərəfdən bildiyiniz kimi cənab Zelenskinin sabah ya da bir gün sabahları ABŞ-a səfəri başlayır. Bu həm senator Krimin yas yerində iştirakı, həm də ki Trumpla görüşü planlaşdırılır və ondan əvvəl çox yəni Zelenski belə baxanda çox uğurlu addımlar atır. O bəyanatlar verir ki, biz sülhə hazırıq. 10 il, 20 il vuruşmaqdansa sülh daha yaxşıdır. Bu da Trump'ın sevdiyi bir modeldir. Yəni sülh. Çünki bildiyiniz kimi qabaqda ABŞ-da seçkilə keçilir. Trump'ın dilini tapıb yəni Zelenski. Bir dəfə münaqişə oldu da ondan sonra da ondan münaqişəyə getmir. Bəli. Ona görə də sülhün də bu və digər formada başlanması ehtimalı böyükdür. Baxmayaraq ki, Rusiya İstanbul formatından imtina etdi. Onun da səbəbi var. Çünki istəyir ki, ortada masada iştirakçı ABŞ olsun. ABŞ iqtisadi əlaqələri münasibətlərinin, həm də ki, SMB2 münasibətlərin strateji o ballistik raketlərdən istifadə modelinin fonunda bunlar Ukrayna məsələsini masaya qoysunlar. Ona görə bu model, Amerika modeli Rusiyadan ötəri maraqlıdır. Çünki bildiyiniz kimi başqa bir format da var da. Bu Dmitriyev, Kushner, bir də Steve Witkoff modeli var. Putinin nümayəndəsi və qızının, onu da xanımı desə, qızı ilə rəfiqədir, Rusiya tərəfi. O da bir maddədir, amma o maddədə işləmir. Üstə, deməli, bu Berlin görüşündən öncə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Moskvaya bir səfəri oldu. Lavrovla görüşdü. Orada Lavrov sanki şikayət etdi ki, bəs biz axı 2022-ci ilin fevral ayında Azərbaycanla strateji müttəfiqlik haqqında bəyanat imzalamışıq. Biz gərək mediada bir-birimizə qarşı informasiya müharibəsi aparmır. Sanki şikayət edirdi. Amma bu sözlərin üstünə 3-4 gün keçməmiş, yenə də bu Rus şovinistlərə Rusiya Hakim Partiyasının bir deputatı bizə və Prezident İlham Əliyevə dil uzadan bir açıqlama verdi. Ki, İlham Əliyevin o Berlində verdiyi açıqlama Rus şovinistlərin xoşuna gəldi. Çünki İlham Əliyev dedi ki, Azərbaycan, bir qədər əvvəl siz də o mövzuya toxundunuz, Almaniya və digər Avropa ölkələrinin daha çox qaz neft nəql etməyə hazırdır. Yaxın şərqdə vəziyyəti siz görürsünüz. Rusiyanın da indi müharibə dövründə vəziyyəti o qədər ürəkaçan deyil. Bu cümlələr Rus şovinistlərin xoşuna gəldi. Belə bir cümlə işlətdi ki, həmin o deputat Rusiya. Bəs Azərbaycan, Ukraynanın, Ermənistanın səhvlərindən nəticə çıxartmalıdır. Yəni bir tərəfdən Lavrov deyir, bir-birimizə qarşı informasiya, belə deyək, təxribatçı siyasət yürütmür. Bir tərəfdən birinci hər zaman özləri pozular. Özləri həmişə bizim daxili işlərimizə müdaxilə etməksə və bu cür açıqlamalarla pozurlar. Mən də bu günlərdə bir yazı yazdım ki, əslində sizdən qorxan sizin kimi olsun. Yəni Ukraynada ilişib qalırmırsa və başqa dövlətlərə də dil uzadırsınız. Rusiyanın vəziyyəti acınacaqlıdır. Bu həm artıq bu günə deyirəm də, həm ABŞ-Rusiya münasibətləri, həm Avropa İttifaqına daxil olan dövlətlərlə Rusiya münasibətləri, Rusiya-Ukrayna müharibəsi öz yerində, hətta Mərkəzi Kəşfiyyat həm də Masadın verdiyi məlumata görə, yəni bu mövzu yaxınlarda sabaha bürsünə yenidən, yəni ki, cənab Trumpın gündəmində olacaqdır. Ehtimal edirlər ki, Rusiya İrana kömək edir.
Birisi də belə bir məlumat. Bəli, belə bir çıxdı ortaya. Amma Trump onu da dedi ki, güya Rusiya Çin onu arxayın edib ki, İrana silah ötürməyəcək. Amma kim ona inanar ki? Bəli. Çin böyük ehtimalla baxmayaraq ki, tarif məsələləri yenidən gündəmə gəldi. Çin böyük ehtimalla maraqlı deyil. Bildiyiniz kimi Çin yumşaq güc, iqtisadi güc prinsipini yerinə yetirir. Rusiya bugünkü günə çalışır ki, əvvəlki regionda olan elə Cənubi Qafqazın özündə də nüfuzunu saxlasın, qoruya bilsin. İran da istəyir ki, saxlasın, qoruya bilsin. Ancaq vəziyyət dəyişir. Biz bayaq verdiyiniz suallara cavab vermək istəyirəm ki, bəli, 2022-ci il Azərbaycanla Rusiya arasında böyük bir strateji müttəfiqlik müqavilə imzalandı. Bu yeganə müqavilədir ki, Rusiya özü səviyyəsində bizi gördü, Azərbaycanı gördü. Ciddi müqavilə idi. Ancaq bugünkü günə Qarabağ müharibəsindən sonra regionda vəziyyət dəyişib. Azərbaycan cənab prezident dediyi kimi orta güc dövlətlər səviyyəsinə qalxıbdır. Bunu biz özümüzə o şeyi demirik. Bu həyat göstərir. Orta gücün tərifini biz necə verə bilərik? Nə deməkdir əslində bu orta güc, regional gücdən çıxırsan Avropa İttifaqından olan, bir dənə söz deyim. Orta gücü tərifini mən sizə deyim. Azərbaycanla bu Almaniya arasında bu ərəfədə olub da bu Şuşa forumu, bu cənab prezidentin Almaniya səfəri. Biz deyirik ki, 10 dövlətə enerji təhlükəsizliyini təmin edirik. Hətta Almaniya ilə yaşıl enerji, bərpa olunan enerji, nəqliyyat və digər sahələrdə bu arta gedir. Bu demək ki, Azərbaycan bu dövlət, qalan 10 dövlət var, Yunanistanın bəzilərinin çıxmaq şərtindən, onlarla da belə analoji müqavilə bağlayacaqdır. Biz orta güc olmasaq, bizlə müqavilə bağlaya bilməzlər. Bunun şahidi bu. Almaniya səfəri buna nöqtəni qoydu, başlanğıc kimi qəbul etmək lazımdır. İkinci bir tərəfdən qeyd etmək lazımdır ki, biz artıq regionda söz sahibiyik. Yəni, heç kimin haqqına girmirik. Öz haqqımıza kimisə girməsini qoymaq istəmirik. Düzdür, Rusiya bizdən strateji müttəfiqdir. Ancaq Rusiya o münasibətlərə iki tərəfli münasibət kimi baxmalıdır. Öz nüfuz dairəsindən olan region kimi və yaxud Cənubi Qafqazda Rusiya deyir ki, mən təhlükəsizliyin təminatçısıyam. Xeyr, bizə vasitəçi, xarici vasitəçi lazım deyil. Biz özümüz iki tərəfli münasibətlərə daha üstün veririk. Məsəl üçün, Ermənistanla münasibətlərə, o biri tərəfdən də, məsəl üçün, bayaqlar qeyd etdiyiniz ki... Yəni, sizin sözünüz o deməkdirmi ki, biz, məsəl üçün, o fevral ayında 22-ci ildə o müttəfiqlik yanında bəyanat imzalanında biz Qarabağ ilə tam azad etməmişik. Xankəndə ilə separatçılar var. Bu sənəd bizə imkan verir ki, Rusiya işə qarışmadan, biraz da Rusiya-Ukrayna müharibəsinə başı qarışır. Biz tamamən Xankəndini də azad etdik, halbuki orada Rus sülh məramları, dırnaqarası sülh məramları var. Amma indi Prezident İlham Əliyevin sözlərindən, sizin də sözlərindən onu başa düşün, belə çıxır ki, o dövr arxada qaldı. Bəli. Bəyanat o zaman üçün bizim üçün aktualdır. Hətta 3+3 formatı ilə bağlı da Prezidentin Şuşada çox maraqlı açıqlaması oldu ki, əslində bu təklif də Türkiyə-Azərbaycanın təklifi, 3 Cənubi Qafqaz ölkəsi, 3 qonşu. Amma onun da əhəmiyyəti bizim üçün azalır. Çünki İlham Əliyev orada bir önəmli cümlədə işlətdi ki, Minsk qrupuna oxşamağa başlamaz. Amma faktiki oxşayıb. Çünki Rusiya və İran şovinist qüvvələr bizim daxili işlərə qarışmır. Yəni həm 3+3 formatı, həm də Rusiya ilə o zaman imzalanan strateji saziş o dövr üçün əhəmiyyətlidir. Amma indiki dövr üçün əgər Azərbaycan siz də söylədiniz, orta gücə çevrilibsə bizim üçün önəmli olan iki tərəfli əlaqələrdir. Belə başa düşmək olar. Elədir. Bu, ondan başqa qeyd etmək lazımdır ki, bu Rusiya-Azərbaycan münasibətlərində biz strateji müttəfiqliyi qoruyuruq. O 2022-ci il müqaviləsi var. Onunla əlaqədar bizim özümüz də böyük risk edirdik. Məsələn, Rusiyanın müqaviləni bağlayırdıq. Çünki beynəlxalq banklar, Avropa İttifaqı və digər qurumlar heç də onlar isti baxmadılar. Bəli. Hətta suallar verdilər buna məsələlərdə. Bəli. Qaldı ki, Azərbaycan əlbəttə ki, həm şimalımızda cənab prezident demişkən, cənubumuzda müharibə gedir. Biz müharibəni istəmirik. Bəli. Baxmayaraq ki, İran mətbuatında və siyasi, dini xadimlər də mütəmadi olaraq Azərbaycana qarşı ittiham mövqeyini, hətta generallarla, hərbçilər də çıxışlar edirlər. Ancaq bu münasibətləri öz formamızı saxlayırıq, münasibətləri qoruyuruq. Yəni, o Doğu Perinçikin o ki bəyanatı var, Duginin dostunun ki, bu ittifaq Türkiyə, İran, Rusiya, Çin bu situativ bir şeydir,
münasibətlərdir. Onların Amma böyük bir münasibətləri. konfrans olub. Deməli 30-a yaxın ölkədən nümayəndə Azərbaycandan da bir neçə nəfər olub. Bilmirəm onlar bu məsələyə necə baxıblar, amma hər bu ki Azərbaycanın maraqlanır. Böyük bir otel, məsələn, doğum pərinçəyə o qədər maliyyəsi yoxdur o tədbiri keçsin. Rusiya tərəfi Sizə kifayət maliyyələşdirir. dəstək verir. Bu bir. İkincisi, nəzərə almaq lazımdır ki, bu dövlətlərin içində Türkiyə NATO-nun üzvüdür. Bu münasibətlərdə Türkiyə NATO üzvlüyündən, öhdəliyinə daha üstün tutur, nəinki başqa münasibətləri. Düzdür, orada milli valyutalardan istifadə eləməyə, çünki Ən maraqlısı odur ki, onda həmin tədbirdən bir neçə gün əvvəl NATO sammiti də Ankarada keçib. Bəli. NATO sammiti üstünə 10 gün sonra anti-NATO tədbiri. Ondan başqa da qeyd etmək lazımdır ki, hətta Ankarada Rusiya-Çin münasibətlərinin 35 illik yubileyi keçirilir. Görün də. Rusiya səfirliyində səfər edirəmsə, Çin yox, Rusiya Bu səfirliyində keçirilir. Türkiyənin rəsmi qurumlarından marağı ola bilərmi? Həm də yəni bu istiqaməti də belə deyək də alternativ kimi saxlasınlar. Yəni NATO üzvü kimi Yox, Türkiyə İsrail qalır, nasıl? Amerika ilə əməkdaşlıq davam edir, F-35-lər filanlar alınacaq Amerikadan. Amma Rusiya, Çin bir alternativ kimi, yəni Doğu Pərincəyə imkan verir ki, Türkiyənin hakim dairələri tədbiri bir keçir, danış bu barədə. Bəli, danış bu barədə münasibəti saxlamaq istəyirlər. Türkiyənin özünün də Rusiya ilə böyük ticari əlaqələri var, iqtisadi əlaqələri var. Hətta atom stansiyasının tikilməsi, o biri tərəfdən Rusiyadan qaz ixracı, Türk axını bugünkü günə də işləyir bildiyiniz kimi. Başqa münasibətlər də var Türkiyələ. Turizm münasibətləri var. Baxmayaraq ki, yaxınlarda qadağan edildilər çərdəkli meyvələrin Türkiyədən Rusiyaya ixracı, Haqqan Fidanlı bəyanatından sonra münasibətlər var. Yəni Türkiyə balanslandırılmış siyasət yeridir, ancaq onlar bir ittifaqda İranla, Rusiya ilə, Çinlə ola bilməzlər. Yəni bu situativ yaxınlaşma, aralaşma o vəziyyətə baxır. Avropa-ABŞ münasibətlərinə baxır. Çünki ABŞ-ın özü də bildiyiniz kimi bir neçə dəfə Türkiyədə default eləmək istəyibdi, iqtisadiyyatı sötürmək istəyibdi. Münasibətləri Rusiyada eləyibdi, İrana da eləyibdi, Çinə də eləyibdi. Bu ərəfədə bu birləşmə ola bilər. Ancaq əsas məsələ bizdən ötəri bugünkü günə Ermənistandakı referendumdur. Baxmayaraq ki, Paşinyan Sizə niyə gələnlər saxladı onu? Söhbət nədən gedir? Paşinyan bugünkü günə doğrudan da hələ möhkəmlənməyibdir bu seçkilərdən sonra. O ehtimal eləyir ki, ara-sıra bizə mesaj göndərir ki, gəlin sülh müqaviləsini bağlayaq, referendumsuz. Bu ərəfədə onu eləyir. Hə, sülh müqaviləsini referendumda bir münasib vaxtda keçirilir. Bəli, münasib vaxtda keçir, amma gəlin sülh müqaviləsini ləngitməyək. Belə bir mesajlar verir. O biri tərəfdən də bildiyiniz kimi Karapetyan partiyasında kifayət qədər iş adamları var. Bu ərəfədə o çalışacaq ki, həmin Karapetyanın ətrafında olan yer tutan, parlamentdə yer tutan və yaxud gələcəkdə yeni seçkilər keçiriləcək tərzdə yer tutmaq istəyən o nüfuzlu iş adamlarından qorxutmaq vasitəsilə öz tərəfinə keçirilsin. Həm də ki, bu ABŞ-dakı olan vəziyyətə baxmaq istəyəcəkdir. Yəni, onun geri çəkilmək imkanı yoxdur. Bax, Türkiyənin naziri Uralovun bir bəyanatı oldu ki, 2030-cu ildə Türkiyə tərəfi artıq bu trip layihəsinin təhətdən verəcəkdir. Nəqliyyat naziri. 224 kilometrlik bir məsafədir. Bu, bildiyiniz kimi Kars, İqdir, Dilucu layihəsi. Biz onu hazırlayırıq. O biri tərəfdən də bildiyiniz kimi artıq tripə Sokolov deyilən bir şəxs, Peterli, indi Amerika vətəndaşı, Rusiya mənşəli Amerika vətəndaşı, iş adamıdır. İş adamıdır. Çox qəribədir ki, bir Rusu tapdılar yenə də hardansa. Yəhudidir. Onun qoyulması, o resikasiyalara onu da eşitdiyimə görə Ermənistanda başqa layihələr də var. Məsələn, maraqları var. O Ermənistanın səsi, Ermənistan belə Ermənistanın belə bir şey var, telefon şirkəti var. Ha, onun sahibidir. Armen Telekom. Ermənistan telefon xidməti deyək. Telefon xidməti, böyük şirkətdir. O əsas səhmdarlarından biridir. Ondan başqa da onun çox yerdə iştirakı var. Hətta belə resikasiyalara seçki vaxtı inayə eləyibdir. Çünki bəzi jurnalistlər mənə yəqin sizə də suallar vermiş olar ki, Trump niyə ora Rus mənşəli, birdən Rusiyaya xidmət edər filan. Yəni bu Amerika vətəndaşıdır, yəhudidir. Yəhudidir. Özün biznes maraqları var. Rusiyaya niyə xidmət etsin ki?
Hətta bu cənab Trampın bu Ağ Evdə rekonstruksiyanla əlaqədar, yeni təmirlərlə əlaqədar banket evinin təmirinə kifayət qədər vəsait qoyulubdur. O vəsait açılmır, ancaq o inayə lift olar yüksək sürətdə. Ancaq indiki halda bu Amerikanın Ermənistan arasında olan bir o razılaşmadır. Onun bizə dəxli yoxdur. Biz öz işimizi bitirmək üzrəyik. İstifadəyə veriləcəkdir. O təhlükəsizliyi böyük ehtimalla Türk ordusu qoruyacaqdır həmin ərazini. Ermənistan ərazisindəki NATO çərçivəsində Türk ordusu qoruyacaqdır. Sizin fikriniz də belədir. %100 elədir. O nəyə görə? Çünki İrandan təhdid var. Bəli. Rusiyadan təhdid yoxdur, mesajlar var. Rusiya təhdid edə bilməz. Bəli. Amma İran məsələn əgər indi Körfəz ölkələrinə zərbələr endirirsə, tək Amerikanın hərbi bazalarına deyil, neft-qaz resurslarına, Tramp yolunda Amerikanın bir layihəsi hesab edib, əslində orada bir təhlükə yarada bilər. Siz ona görə düşünürsünüz ki, oranı Türkiyə müdafiə edir? Bəli. Baxmayaraq ki, İranla Rusiya müdaxilə edir bu prosesi, müdaxilə etmək istəyir. Ancaq onlar da dividend götürə bilərlər. Ancaq Ermənistana kimin təsiri çox olsa, o da o tərəfə yönələcəkdir. İndiki halda ABŞ-ın və bir çox Avropa dövlətlərinin Ermənistana təsiri böyükdür. O bir tərəfdən də Türkiyələ də əlaqələr bugünkü günə normallaşır, Ermənistanla əlaqədar və burada Çin faktoru da var. Bildiyiniz kimi Çin bir kəmər, bir quşaq proqramında bu yoldan istifadə edəcəkdir. Böyük ehtimalla onu ora qoşacaqlar, böyük ehtimalla. Çünki onda da balans dəyişəcəkdir və Rusiyanı İranla lokallaşdırma bir prosesi baş verir. Amma Çinlə maraqlı hadisə budur ki, siz Çin siyasətində yaxşı analiz edirsiniz. Yəni, məsələn, bir çox ölkələr Tramp layihəsinə bağlı mövqe qoyublar. Azərbaycanın maraqlarına cavab verir, Ermənistanın, Türkiyənin, Mərkəzi Asiyanın. Amma Çindən bir dəstək açıqlaması. Bu nə ilə bağlı? Bu onunla bağlı ola bilər ki, yolun bir hissəsinə səhmdar Amerikada deyə biraz dəstək açıqlamaları vermir. Bugünkü gün çox düzgün deyildir. Bugünkü gün işte ABŞ Çin münasibətləri hamar deyil bugünkü günə. Bu həm Tayvanla əlaqədar, yəni Tayvanda bilirsiniz də, bu parlamentdə bizim erməni soyqundan əlaqədar yalançı yenə bir məruzə hazırlanır bizə qarşı. Tayvan parlamenti. Bizə qarşı. Nədir? Biz Tayvanın Çin ərazisi. Bəli. Biz dəfələrlə həmişə qeyd edirik ki, belə bir sənəd bizi nə ilə qorxudurlar? Tayvan cənab prezidentə qeyd etdi, biz də qeyd edirik ki, həmişə bu Çinin ayrılmaz hissəsidir. Bugünkü günə Çin-Azərbaycan münasibətləri artan istiqamətdə inkişaf edir. Bugünkü günə Avropanın özü də baxmayaraq ki, Çini özünə bir ABŞ kimi özünə bir rəqabətçi bir dövlət kimi qəbul edir. Ancaq Çin nəhəng dövlətdir, yumşaq güclüdür, iqtisadiyyatı çox güclüdür və yaxınlarda hətta belə deyək də bu uzaq şərqlə əlaqədar ABŞ-ın belə deyək də bu Cənubi Koreya ballistik raketlərin yerləşdirilməsinə əlaqədə verdiyi qərar o Çinin özündə Rusiyanı da qızıqlandırıbdır. Əslində bu Şimali Koreya artan gücünün qarşısını almaqdan ötəri olan bir modeldir. Bildiyiniz kimi Cənubi Koreyanın təhlükəsizliyini bugünkü günə həm Yaponiya, həm də ABŞ özlərinə götürübdür. Yəni trip layihəsinə demək olar ki, normal olacaqdır. Başqa yol yoxdur. Ermənistan da Azərbaycanla İranın təhlükə yaratmaq ehtimalı yüksək qiymətləndirmirsiniz? Yox. İran ya 3 variant var. İran ya məhv olmalıdır. İkincisi, İran ya ABŞ-ın dediyi bir modelə çevrilməlidir. Üçüncüsü də ki, İran regional əməkdaşlığa üstün verib təhdid obyekti olmalı deyil. Çünki bildiyiniz kimi Səudiyyə Ərəbistanla ABŞ arasında artıq mülki atom reaktorlarının enerjinin istifadəsinə əlaqədar müqavilə imzalanıbdır. Müqavilənin şərtlərindən biri də Səudiyyə Ərəbistanının Avram razılaşmasına qoşulmasından sonradır. Bildiyiniz kimi bundan sonra böyük ehtimalla Türkiyə də istəyəcəkdir ABŞ-la belə bir müqavilə bağlansın. Amma orada Trump bir əlavəsini də elədi ki,
Səudiyyə Ərəbistanı gərək İbrahim razılaşmalarına qoşulsun. Halbuki sazişdə belə bir bənd yoxdur. Bəlkə də sonra Tramp bu bənddən imtina edir. Çünki yəqin İsrail və Yəhudi lobbisi biraz ona təzyiq edir. Amma mən sizinlə razıyam. Əgər Səudiyyə Ərəbistanı belə bir imkan yaratsa Amerika uranı zənginləşdirməsi ilə bağlı Türkiyənin heç bir seçimi qalmayacaq. O da artıq uranı zənginləşdirməsinə girişəcək. Misir istəyəcəkdir, Türkiyə istəyəcəkdir. Əsas Türkiyədə var onsuz da. Türkiyədə Rusiya orada atom elektrik stansiyası tikir, amma uran zənginləşdirməsinə bağlı bir fəaliyyəti varmı Türkiyənin? Yox, uran zənginləşdirməsinin fəaliyyəti yoxdur. Pakistan modeli var da. Pakistan dəstək verə bilər. Türkiyədə ümumiyyətlə Kennedy'nin vaxtında, Xruşovun vaxtından oradan atom silahları var. Türkiyənin arasında durur götürmürlər. Adanadakı hərbi bazada, İncirlik hərbi bazada var, bəli. Amma o Türkiyənin deyil də. Türkiyənin deyil, NATO-nundur. Fərqi ABŞ-ın da əsas belə deyək də. Ancaq problem deyil. Yəni Türkiyənin özü maraqlı deyil ki, bugünkü günə. Amma məsələn təsəvvür edin, ətrafda İsraillə rəqabəti var Türkiyənin. İsrail etiraf etməsə də hamı bilir ki, nüvə silahı var. Bəli. İran əldə eləsə, ardınca Səudiyyə Ərəbistanı, Türkiyə mütləq mənada o da istəyəcək ki, onun da nüvə silahı olsun. Ona görə də bu bugünkü günə Türkiyədən ötürü əsas F-35-din, bir də Kanla əlaqədar lazımı belə deyək də bu mühərriklərin ABŞ-dan alınmasıdır. Çünki dünən bəyanat verdi ABŞ departamenti ki, Türkiyə öhdəliyini bugünkü günə hələ ki yerinə yetirməyibdir S-400-dən əlaqədar. Elə bir proqnozlaşdı, baxmayaraq ki, Trump bəd verdi, amma Konqres deyəsən bunun qarşısını necə alacaq? Yox, ona görə də Türkiyə gərək o S-400-lərdən canlı qutaraq. O xəbər də yayıldı ki, S-400-lər başqa bir körfəz ölkələrin birinə sata bilər və yaxud məsələn gələn xəbərlərə görə istifadə şəklində deyil S-400. Amma Amerikanın tələbi budur ki, ümumiyyətlə qurtulmalısan. İstifadə düz deyil, orada anbarlara yığılıbdır, sökülmüş vəziyyətdə yığılıbdır, ancaq istifadə vəziyyətində deyil, ancaq bu cavab da Amerikanın qane eləməsində. Razılaşma olubdur. Baxmayaraq ki, Rusiyanın bununla əlaqədar Suriyaya verə bilər. Ürəkaçan deyil, Suriya söhbəti var. Suriyada belə deyək də, bu Suriyanın özündə İran, Türkiyə, bayaq dediyəcəyi Perinçikin məsələsi. Dördlü ittifaq. O İranın, Türkiyənin və Rusiyanın mövqeləri haçalaşır Suriya məsələsində. Bilirsiniz də, orada mövqelər ayrı-ayrıdır. Bunlar ittifaqa gələ bilməzlər. Amma Rusiya məsəl üçün Əl-Şara hakimiyyətini hər halda qəbul edir. Putin hətta onu Moskvaya dəvət etdi, görüşləri də oldu. Yəni baxmayaraq ki, Bəşər Əsəd Moskvada sığınacaq tapdı. İrandan fərqli olaraq Rusiya Suriya reallığını qəbul etdi, indiki reallığını. Bəli. Amma İran qəbul etmir. Elədir. Əşşara hakimiyyətini, Əşşaranın özünü cənab Trump yüksək səviyyədə qəbul etdi və ona inanır, onu bir güclü lider kimi görür. Hətta İsrail bugünkü günə bildiyiniz kimi Livanla müqavilə bağlıdır. Böyük ehtimalla Hizbullahın Livandan çıxarılmasının öhdəliyində Suriya öz üstünlüyünü götürəcəkdir. Belə bir fikirlər səslənir. Amma Əşşara inanmıram ki, Hizbullahla münaqişəyə girsin, çünki Hizbullah nə qədər zəifləsə də, yəni mən hər zaman o fikrimdə qalıram ki, Livan ordusundan yenə də güclüdür. Parlamentdə nümayəndələri var, problem yarada bilər Suriya. Ancaq Əşşara öhdəlik götürübdür. Bu mənada Yusuf bəy, indi Amerika-İran qarşıdurması da davam edir. Yəni bu artıq 3-cü müharibə oldu. Keçən yay aylarında 6 ay sonra yeni müharibə. Yəni belə çıxır ki, müharibə davamlı şəkil alır və getdikcə də 17 gündə 17-ci gün axırıncı. Yəni bunun sonu sizcə hara qədər gedəcək? Bunun sonundan ibarətdir ki, cənab Trump Kennedy'nin bir dənə sözü var da, bu sülhlə hərbi ikisi bir yerdədir, bir yerdə də olmalıdır. Və cənab Trump dedi ki, dünənki bəyanatında dedi ki, axşam bəyanat verdi ki, danışıqlar davam edir. Həm danışıqlar davam edir, həm də zərbələr davam edir. Deyir ki, zərbələrlə danışıqlar bir yerdə getməlidir. Çox qəribə situasiyadır. 259 hərbi təyyarə, 150-yə yaxın gəmi artıq hövzədədir. Biz böyük bir müharibəyə hazırlaşırıq. Həm də ki, danışıqlar çox gözəl keçir. İndiyənən kimi bunlardan belə konstruktiv təklif eşitməmişdik. Ancaq tarixdə belə bir müharibə olmayıb. Danışıq getsin. Bəli, axıra kimi inanmırıq. Görək axırı nə olar, amma yaxşı olmalıdır. Böyük ehtimalla İranın başqa yolu qalmayacaqdır. Bu və digər formada baxmaq ki, Əraqçı başqa bəyanatlar verdi ki, bizə güclə danışmaq olmaz.
Oradan da Orada da fikir ixtilafı Moştoba yaranır. Xameyni dedi. Araqçı Pezeşkan bir mövqedədir. Sepah generalları fərqli. Məsəl üçün bu indiki müharibə niyə başladı? Artıq nəsə bir razılaşma imzalandı, hətta ziddiyyətli olsa da. İran Sepah generalları yenə də Hörmüz boğazına hansısa bir neçə tankeri zərbə endirdilər. Ondan sonra Amerika təyyarələri yenə də havaya qalxdı. Yəni müharibəyə qədər Hörmüz boğazı adında problem yox idi. Bəli. İran sanki bəhanə tapdı müharibədən. Dedi, yox, Hörmüz boğazına mən nəzarət edəcəm, gəmilər mənə pul ödəməlidirlər. Omanın mövqeyini də nəzərə almalıdır. Hətta Omanın halbuki onun da sahili çıxır da Hörmüz boğazına. Onu nəzərə almır. Yəni nə qədər ki İran o Sepah generallar Hörmüz boğazına nəzarətdən imtina etməyiblər. Bu müharibə çətin ki, yansın. İkinci boğazda da Babel Manda boğazı orada Husilərin tərəfindən ona görə Səudiyyə də oranı vurur, onlar Səudiyyəni vurur. Ancaq böyük ehtimalla bu ki cənab Trump bəyanat verdi ki, böyük ordu artıq hazırda döyüş vəziyyətinə. O nə deməkdir? Quru əməliyyatda ola bilərmi? Yoxsa ondan çəkinir hələ? Yox, söhbət əlbəttə Keş adasına quru əməliyyat olacaqdır. Əgər İran ABŞ-ın verdiyi təklifə razılaşmasa. Və ya Halk adası məşhur neftin nəql olunduğu bəli, İranın özünə bu adalara quru əməliyyatı olmaq ehtimalı çox böyükdür. Yəni ki, bu böyük hücum onunla əlaqədardır. Amma hətta o adaları ələ keçirsə, tutaq ki, Amerika, onda İranın ilk dəfə İranın quru qoşunlarının, Amerikanın quru qoşunları təması olacaq. Məsələn, indiyənə qədər səhv eləmirəmsə, 20 ilə 30 arasında Amerikalı hərbçi artıq ölüb bu müharibədə. İran tərəfindən daha çox ölüb. 17 deyilir. Amma İran ölən Amerikalı hərbçilərin sayı artarsa, bu Amerikada müharibəyə cəmiyyətin baxışını mənfi istiqamətə dəyişə bilər. Trump bundan məncə hesablaşır. Maliyyə söhbətdə var. Bəli, maliyyə söhbətdə var. Dünən Yoxsaraynlar konqresdə olan dinləmələrdə ki, bir dənə konqresmen onu sual verdi ki, bu demokrat idi səhv eləmirəmsə ki, bu nə qədər vəsait xərclənir və nə vaxt bitəcəkdir? Dedi, 35 milyard dollardan artıq vəsait gedibdir. Müharibənin bitməsi də Amerikan maraqlarına uyğun nə vaxt bitsə, o vaxt bitəcəkdir. Ancaq cənab Trump bəyanat verir ki, dönəmləri artıq İranla əlaqədar döyüşə İranın dondurulmuş vəsaitlərindən istifadə olunacaqdır. Bunu bilin. Yəni artıq konqresdən onlar pul istəməyəcəklər ki, ABŞ dedi, ABŞ-ın təsir dairəsində olan dondurulmuş İran vəsaitləri müharibəyə xərclənəcək. Yəni İran pulu ilə İrana qarşı müharibə davam edəcək. Bununla da əlaqədar səhv eləmirəmsə bu onların hansısa vitse-prezidenti bəyanat verdi ki, bu düzgün deyil, beynəlxalq hüquq normalarını pozmaq da bu prezident yaradılır ki, heç kim pulunu başqa dövlətdə saxlamasın. Bu düzgün yanaşma deyil. Belə bir münasibəti Rusiyada demişdi. Yadınızdadırmı? Bu Avropa İttifaqı Brüsseldə olan dondurulmuş pullarla əlaqədar Ukraynaya verilməsinə əlaqədar yadınızdadır. Belə bir şeydə Rusiya tərəfdə bəyanat verin ki, bu prezident yarana bilər və əlbəttə ki, bu Azərbaycan dövləti olaraq istəyir ki, həm şimalda, həm cənubda müharibə bitsin. Cənubi Qafqazda sülh bərqərarlıq həmişə olubdur. Artıq biz bir ildir Ermənistanla sülh şəraitində yaşayırıq. Biz istəyirik ki, bu sənədsiz bir illik bu münasibətlər ki var. Baxmayaraq ki, 8 avqustda ABŞ-da cənab Trumpın iştirakı ilə hər iki dövlət başçısından bu Xarici İşlər Nazirinin verdiyi sənəd paraflanıbdır. Sülh müqaviləsi gündəmdə olsun. Bizim istədiyimiz burada və TRIP layihəsi öz həyatda rolunu tapsın. Bu Trumpın bu məsələdə bir müsbət rolda oldu ki, yadımdadır 2000-ci illərin əvvəllərində Al-Qaida terrorist təşkilat Amerikaya hücum eləyəndə Amerikanın tərəfdaşlara, müttəfiqlərə ehtiyacı var idi ki, Əfqanistan əməliyyatı, İraq əməliyyatı, Azərbaycana da müraciət etdi. Bu müraciətlə paralel olaraq o zamanki prezident Bush Azərbaycan əleyhinə ədalətsiz o 907-ci qətnaməni düzəlişi dondurdu. Sonra yenə də Biden prezident seçiləndən sonra Əfqanistandan qoşunlar çıxarandan sonra çox 200-lük etdilər. O 907-ci düzəliş yenidən qüvvəyə mindi. Trump yenə də dondurdu. Amma Azərbaycanın istəyi odur ki, bir neçə konqresmen də Bakıya gəlmişik. Siz də deputat olduğunuz dönəmdə Amerikalı konqresmenlərlə təmaslarınız olub, fikir mübadiləniz olub. Bakıya bir neçə konqresmen gəldi, dedi, biz də əleyhinəyik filan, o yan bu yan. Amma biz onu da bilirik ki, yəni erməni lobbisi yenə də güc kimi qalır konqresdə. Amma biz bu 907-ci düzəlişdən nə zaman qurtulacaq? Yoxsa heç bu qurtulmadı, heç bu bizə gərəkdirmir? Yox, onsuz da o 907 düzəlişi cənab Trump dayandırıbdı. İndi o da konqresdə bildiyiniz kimi bir dənə səhv eləmirəmsə respublikaçılıqla qoşulubdu onlara. Bu Azərbaycan əleyhinə yeni bir qətnamə 90-87 nömrəli yeni bir qətnamə gündəmdədir.
O Respublikamızın qoşulması əlbəttə ki, biz onu gözləmirdik, çünki onda elə... O nə ilə bağlıdır? Orada indi nədə ittiham edirlər bizi? Qarşıda seçkilər gəlir. Noyabr ayında. Ermənilərin səsini qazanmaq istifadə eləmək istəyirlər və o Respublikasını oraya qatmaqla elə bir fatik olaraq elan eləmək istəyirlər ki, iki partiyanın da nümayəndələri bu sənədin separatçılarla əlaqədar bu sənədin qəbulunu razıdırlar. Yəni, hətta onlardan biri Menderes'in yolunu gedərək bəyanat verir ki, Azərbaycanla Ermənistan arasında olan sülh o separatçıların buraxılmasından keçir və gic-gic bəyanatlar verirlər. Çox qəribədir ki, təzyiq dillə Azərbaycanla danışmaq mümkün deyil. Yusuf, çox qəribədir ki, Ermənistan baş nazirinin özü Nikol Paşinyan Azərbaycanla sülh quruculuğuna başlayıb. Bəli, Enerji əməkdaşlığı var. Buradan İsrail hökuməti Türkiyə əleyhinə istəyirdi soyqırım qətnaməsinin qəbulünü etsin, sonra Azərbaycanın mövqeyi hər halda nəzərə aldı. Paşinyan dedi ki, bu bizə lazım deyil, biz Azərbaycanla sülh qururuq. İndi bax, həmin o konqresmenlər əslində Ermənistana ayı xidməti göstərirlər. Paşinyana ayı xidməti. Paşinyan deyir ki, lazımdır, biz üstəlik də 9-7-ci düzəliş o vaxt niyə qəbul olmuş? Güya biz Ermənistanı mühasirədə satırıq. Yaxşı, biz indi yanacaq satırıq, taxıl bizdən keçir. İndi mən nə xatırlayıram, əslində bu konqresdə hər hansı bir düzəlişin qəbul edilməsi asandır, ləğvi bir çətin, mühafizəkar qüvvələr. Məsələn, yadımdadır, mən tələbə olanda, o SSR dövrü idi, SSR-dən yəhudilərin çıxışına biraz məhdudiyyətlər var idi. Jackson Vanik düzəlişi qəbul edilmişdi. Konqresmen nə idi? Ki, SSR ki, yəhudilərin çıxışına ölkədən qadağa qoyur, SSR-in hansı məhsullar satılması qadağan adamı. Sonra SSR dağıldı, yəhudilər hara istədilər getdi. Bu Jackson Vanik hələ də qüvvədə qalır. İndi bu 9-7-ci düzəliş edir. İndi mən sizinlə razıyam, əslində ola bilsin noyabr seçkiyə ilə bağlı erməni lobbisinin səsini qazanmaq üçün. Amma yenə də Trumpa da ayı xidməti göstərirlər. Trumpın özünün bu demokratla münasibəti bir həyəcan deyil. Trumpın özü yəni bu 9-7 düzəlişin əleyhinədir. Ancaq bura ABŞ-da bizə lazımdır ki, bu seçkilər ərəfəsində Trump nə qədər güclü olsa, o qədər də Azərbaycan Amerika münasibətləri inkişaf edəcəkdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan-ABŞ münasibətlərində yeni bir dövr başlayır. Yəni ABŞ-ın vitse-prezidenti Devensin Azərbaycana səfəri və o strateji müttəfiqlik haqqında sənədə imza atması və dünənki günü artıq cənab Trumpın Devensi özünə sələf elan etməsi özündən sonra bildiyinizdə dünən bəyanat verdi ki, Devensdir, yəni vitse-prezidentdir artıq. Vens də Azərbaycanın əməkdaşlıqda iştirak edən rəsmilərdən biridir. Yəni, böyük ehtimalı Vens gələcəkdə prezident seçilsə, Trumpın xarici siyasəti, həm öz imzasına hörmət edəcək, həm də Trumpın Cənubi Qafqazla bağlı xarici siyasətini böyük ehtimalla davam etdirəcək. Ona görə də biz çalışacağıq ki, bu Azərbaycan-Ermənistan münasibətləri bu ərəfədə normal olsun. Yəni, biz öhdələrimizi yerinə yetiririk və cənab prezident dediyi kimi Ermənistanın enerji təhlükəsizliyini təmin edirik bugünkü günə. Avropanın enerji təhlükəsizliyini təmin edirik. Qonşularla yaxşı münasibət bəsləyirik. Ancaq nə Rusiya, nə İran və digər dövləti Azərbaycanla güclü danışmağa razı olmalıdır. Bu mümkün deyil. Əksinə, bu münasibətləri ikitərəfli münasibətlərlə biz ümumiyyətlə xarici dövlətlərlə beynəlxalq hüquq çərçivəsində ikitərəfli münasibətlərə daha üstünlük verir. Görürsün, Avropa İttifaqına meyl eləmirik. Ən doğru yol da məncə bu. İkitərəfli, üçtərəfli NATO-ya meyl eləmirik, ora meyl eləmirik, bura meyl eləmirik. Qıcıq yaratmır. Meyl eləmirik. Bizim münasibətlər ikitərəfli münasibətlər və beynəlxalq hüquq çərçivəsində hər iki dövlətə uyğun bir modeldə münasibətləri inkişaf elətdirmək istəyirik. Yusuf bəy, siz bir qədər əvvəl İranla bağlı danışarkən dediniz ki, İran 3 yoldan birini seçməlidir. Bu mövzunu biraz da genişləndirsək, indi bizim əsas istəyimiz odur ki, İranla normal münasibətlərimiz olsun, bizim daxili işlərimizə qarışmasın. Pezeşkiyan deyir, bəli, Azərbaycanla yaxşı münasibət olmalı. Oradan mühafizəkarlar, Sepah generallarına bağlı saytlar, üstəgəl ali dini liderin bir xarici siyasət məsələ müşavir var, keçmiş xarici işlər naziri vilayəti bizim əleyhimizə fikirlər söylüyor. Bu İranda bu mövcud ikitirəlik, bu Azərbaycanla münasibətlərə təsir edir. Bunu özləri anlamırlar. Yəni, İranda ağız deyənən qulaq eşitmir. Yəni, hakimiyyət bölgüsü yoxdur. Bildiyiniz kimi, bizdə olan məlumata görə hətta bu Ksirin generallarının Azərbaycana yolladığı bu insansız
uçaq aparatları, dronlar bilirsiniz də, belə hallar 2 dənə belə hal oldu. Onun qarşısını Naxçıvanda əlavə Pezeşkan aldı qarşısını. O bir tərəfdən də elə bu Qalibafın bəyanatı oldu. Hətta İranın bir deputatı belə hədsiz demiş, belə güya Pezeşkan olmasaydı biz necə körfəz ölkələrə zərbələr endirmirik, Azərbaycana zərbə indirəcəyik. Yaşın, onda belə bir sual çıxır Yusuf bəy. Tutaq ki, İran prezidenti Pezeşkan deyildi, elə o helikopter qəzası baş verməsə də həmin o prezident hakimiyyətinə davam etdirərdi, rəisi İbrahim, mühafizəçi. Belə çıxır ki, İbrahim rəisi dövründə Amerika ilə müharibə başlasaydı, bunlar bizə də mi zərbə indirəcəkdilər? Bugünkü günə körfəz dövlətlərinə hücumlar olunur bildiyiniz kimi. Həm Küveytə, həm Qatara, baxmayaraq ki, o Qatar vasitəsi dövlətdir, o bir tərəfdən vasitəsi dövlətə də zərbə indirirlər. Arada bir Omanın özünə də atırlar. Halbuki həmin o vasitəsi dövlətdən rəsmiləri ali dilin liderinin vida mərasimində də iştirak etmişdilər. Bəli, elədir. İordaniya çox böyük bu dəfə zərbələr endirdilər. Əsas zərbələr oraya endirirlər. Çox maraqlıdır. Bəs İsrailə niyə sizə zərbə endirmirlər? Bunu demək istəyirəm. Bu dəfə İsrailə zərbə endirmir. Nədən? Qorxuları var deməli. Belədir ki, bax İsrailin özü sakit dayanıbdır və cənab Trump deyir ki, onunla əlaqəli sual verdilər ona. Dedi ki, İsrail bizim müttəfiqdir, strateji müttəfiqdir. Ancaq lazım olsa İsrail müharibəyə qoşula bilər, ancaq bizim ona ehtiyacımız yoxdur. Bu da əlaqəsdə İsrailin baş naziri ilə ABŞ-ın prezidenti arasında olan münasibətlərin gərginliyindən ibarətdir. Hətta 17 gün bundan qabaq ABŞ hərbi təyyarələri Ben Gurion hava limanına düşəndə orada təqribən 20-si orada düşmüşdü, qalırdı. Əlavə də gələnləri İsrail dövləti qəbul etmirdi. Yəni münasibətlər gərginləşmişdi. Ki bizim turizm bununla əlaqəli Turizm Nazirliyi qadın xanımın bəyanatından qulaq asdım ki, bu təyyarələr bugünkü günə bizə lazım deyil. Bizim turizm industriyamızı məhv eləyir, bizim büdcəmiz boşalır. Bax, münasibətlər gərginləşmişdi və onunla əlaqələr hətta bəzi politoloqlar İsrail hakimiyyətini ittiham elədi ki, başları xarabdır. Bunlar ABŞ-la hərbi strateji müttəfiqlər, ABŞ bunlara görə İranla vuruşur, bunlar təyyarələrini oraya düşməyə qoymurlar. Bax, bugünkü günə doğrudan da İsrail bu müharibəyə qoşulmur. Ona görə də İran onlar tərəf atmır, İsrail də İran tərəfi atmır. Ortada ancaq və ancaq Körfəz dövlətləri var. Onlar da çox qəribədir. Onlar da reaksiya vermirlər. Artıq dünəndən Böyük Britaniyaya düşür. İran ABŞ hərbi təyyarələri Böyük Britaniyanın bazası var, ora düşür. Yəni müharibə təhlükəsi böyükdür. Böyükdür. Əgər ultimatumu qəbul etməsələr, ABŞ-ın qoyduğu şərtləri qəbul etməsələr, bu bizdə şərt var, Hörmüz boğazına açsınlar. Hörmüz boğazının açılması, minaların yığışdırılması və heç uran zənginləşməsi mövzusu gündəmdə deyil. Gündəmdə deyil. O da əvvəldən olsun. 14 maddəlik müqavilədə baxmayaraq ki, bu İsrail məsələləri, münasibətləri yerinə almayıbdır. Ancaq sonradan o da ortada olacaqdır. Bir də ballistik raketlərdən, bir də ki, proksi qüvvələrə maliyyə yardım etməsi. Onlar da çətin imtina. Məsələn, Rusiyalıları indidən yenə də müharibəyə cəlb elədilər ki, siz də oradan Səudiyyə Ərəbistanına zərbələr endirin. İnanmıram ki, Hizbullahı dəstəkdən İran imtina etsin. Çünki Hizbullah əlindəki gücdür. Əslində, İranın dəstəyi olmasa Hizbullahın nə maliyyəsi olar, nə də silah sursatı olar. Arada bir, hətta bu Hizbullahla da İran rəsmi dairələr arasında münasibətlər heç də yaxşı olmur. Arada bir, hətta bu Həmasla əlaqədar törtönkündürlərində İranla elə münasibətləri yaxşı olmur. Ancaq İran məhv məhkumdur. Bunun başqa yolu yoxdur. Bir də sonunda, məsəl üçün, Pakistan biraz vasitəçi kimi çıxış elədi. İslamabadda görüş oldu, düzü nəticəsi olmadı. Sonra son görüş İsveçrədə oldu. Orada nəsə oldu. İndi İraqı ortaya atıblar. Kimi? İraqı ortaya atıblar. İraq da əslində mümkündür. İranın ora təsiri imkanı var. İraqın Amerika ilə də indiki baş nazirinin yaxşı münasibəti. İraq da mümkündür. Pakistan da mümkündür. Çünki Pakistanın baş naziri həm Trumpla dostluq münasibətləri var. İranla da münasibətləri pisdir. Baxmayaraq ki, sərhəddə bəluclar həm bəzən bu tərəfə atəş açırlar, həm o tərəfə atəş açırlar. Amma Pakistan vasitəçiliyi nəticə vermədi. İndi bax, sizcə İraqın vasitəçiliyi mümkün olur. Türkiyəni də İran deyəsən qəbul etmir.
Çünki Türkiyə Ki, Araqçı dedi ki, bu bizim parçalanmasının qarşısını Türkiyə aldı. Bilin o Kürt məsələsində. İndi onda sual çıxır. Araqçı bir tərəfdən müsahibə verir. Bəli. Deyir ki, bəli. Trump Kürt liderlərinə telefonla danışır, onları müharibəyə qatmazdır. Türkiyə bunun qarşısını aldı, Türkiyəyə minnətdarım bilir. Yaxşı, Türkiyə minnətdarı bildirsə, gərək orada jurnalist onda sual verərdi ki, bəs onda biz Türkiyəyə niyə dronlar, raketlər atdıq? İndi düzdür, qayıdıb deyə bilər ki, bizdə niyə qəbul eləmirik? Hə, vasitəsiz. Atacaqlar üçüncü qüvvə. Məsələn, bizlə bağlı da. Bəli. Deyirik, bu dronları kim atdı? Deyirlər İsrail. Yəni İsrail o xəfiyyəsi o qədər güclüdür ki, İran ərazisindən Azərbaycana dron atıb İsrail ki, iki dövləti vuruştursun. Yəni biraz nağıla bənzəyir bu. Bəli. Amma bunun məntiqi izahını verə bilmirlər İran tərəfi. Bax, Türkiyə ilə bağlı, hə, minnətdarsan. Və Türkiyə niyə raket atır? Siz demiş, Türkiyənin vasitəsini niyə qəbul etmirsən? Bu suallara Araqçının cavabı yoxdur. Onu da atacaq boyun şeyə ki, mühafizəkarlar imkan vermir. Düz açıq deməz. Amma məsələn, Pezeşkiyan son açıqlaması oldu. Ki, əslində onun açıqlamasına mən bu qənaətə gəldim ki, yəni bu nəsə eləmək istəyir, mühafizəkarlar əlin qolunu bağlayıblar. Həmişə deyirdi onu. Pezeşkiyan həmişə deyibdi. Yəni KSİR-in dövlət İslam Keşikçilər Korpusu. O bir tərəfdən də belə deyək, hətta arada bir Xarici İşlər Nazirindən cənab Pezeşkiyanla münasibətlərində gərginlik vardı. Ancaq cənab Pezeşkiyan sonradan Araqçını müdafiə etdi. Baxmayaraq ki, mətbuatda ona böyük hücumlar oldu. Qalibafın özünə də hücumlar olur. Sizcə Qalibafla Pezeşkiyan hazırki münasibətlər necə olar? Soyuq olar məncə. Fransanın adamıdır. Qalibaf. Qalibaf Fransanın adamıdır. Köhnə təyyarəçidir. Airbus'un səbəbində Airbus şirkətdə. Onunla Fransanın İran arasında olan bir adamdır. Səhv eləmirəmsə Kürd əsillidir. Ancaq həmişə prezidentliyə namizəd olmaq istəyirdi. Bəli, heç vaxt reytinq olmayıb olsun. O Pezeşkiyanı gələcəkdə özünə bir şey kimi, rəqib kimi görür. Pezeşkiyan, cənab Pezeşkiyan bildiğiniz ki, həkimdir. Bəli. Bu ancaq əvvəllər KSİR-in generalı olubdu, Tehranın meri olubdu, indi parlamentin sədridir və bildiyiniz kimi mərhum bu şeyin vaxtında Xameneyin vaxtında 11-də bir bəyanatı oldu ki, prezidentə qarşı bəyanatları parlamentlər yığışdırır. Yadınızda yerdə. Onun arxasında Qalibaf da vardı. Qalibaf təşkil. Bir dəfə də Azərbaycanın səfəri vardı, təxirə saldı, yadınıza gəlir. Devam etsin. Elə bu İran parlamentinin deputatları hərəsinin ağzından bir avaz gəlir. Ona görə xaosdur. O mənfi məhkumdur dövlət. Başqa alternativ, çünki bu cür getməklə, yəni bilmirsən hakimiyyətə kim, yəni nə kim müharibə nəzər? dayansa da Elxan bəy, orada içəridə əvvəlki bu qış vaxtında olduğu kimi böyük ixtişaşlar olacaqdı. İqtisadi vəziyyətlə əlaqədar, digər vəziyyətlərlə əlaqədar. Bu müharibə... Çünki Amerika artıq hərbi mərkəzlərlə yanaşı körpüləri dağıdır, sənaye məsələləri, maaşı necə verəcəklər, işçilər necə... Bu ərəfədə cəmaət bu atəşlərdən özünü sığınacaq axtarır. Ancaq biraz sakitlik olan kimi mən sizə söz deyirəm ki, İranda hakimiyyət dəyişikliyi labüddür. Əslində müharibədən əvvəl elə belə başlamış. Xatırlayın, keçən dekabr ayında... 50 minə yaxın dinc vətəndaşı məhv elədilər. Dün dükan sahibləri çıxdılar ki, inflyasiya dərinləşib, aldığımız mallar əlimizdə qalıb, insanlar mal ala bilmir. Hələ o müharibədən əvvəl deyərdin ki, biraz vəziyyət normal idi. İndi isə körpülər dağıdılıb, iş yerləri dağıdılıb. Həqiqətən mən sizinlə tam razıyam. Biraz ara sakitləşən kimi... O model elədi, orada nümayişin modeli elədi ki, sakit vaxtda nümayişlər başlayır. Belə müharibə vaxtı onlar nisbətən birləşirlər. Həm də ki, baxmadan hamının ailəsi var, qohum qardaşı var. Bu silahdan özlərini qoruyurlar. Ancaq o 42 min və yaxud 50 min dənə ki, mülki vətəndaş ki, qətlə yetirildi. Onların sahibləri var, qohumları var. Onlar əl çəkən deyildir. O məsələ də alayarımçıq qaldı ki, kim bunu öldürülən insanlara görə məsuliyyət daşımadı. Onun üstünü qapatdılar, çünki müharibə başladı. Yusuf mən sizə dərin təşəkkürümü bildirirəm. Biz bir saat ərzində bir çox mövzulara toxunduq. Prezident İlham Əliyevin Almaniyaya səfəri, Bakıda keçirilən qapalı görüş və onun əhəmiyyəti, Ankara o məlum dırnaqarası konfrans ki, dördlü ittifaq, Çin, Rusiya, Türkiyə, İran və Paşinyan mövqeyi və İran-Amerika müharibəsinə geniş şəkildə toxundu. Bir daha sizə minnətdarlığımı bildirirəm. Minnətdaram Elxan bəy dəvətə görə. Şad oldum. Sağ olun. Əziz seyircilər, xatırladıram ki, proqramımızın bugünkü qonağı çox dəyərli bizim siyasi ekspert Yusif Bağırzadə idi.
Deməli biz İrandakı vəziyyətə belə toxunduq. Yəni mən Yusif bəylə də razıyam, çünki insanların sosial vəziyyətləri də getdikcə ağırlaşıb. Əslində bunu Məsud Pezeşkiyan prezident də son açıqlamaların birində etiraf edir ki, İran iqtisadiyyatın vəziyyəti son dərəcə ağırdır. Ondan bir sitat gətirim prezidentdən. Deməli iqtisadi təzyiqin artması və insanların dolanışıq şəraitin pisləşməsi ictimai narazılığı gücləndirə və xalqın dəstəyini zəiflədə bilər. Yəni faktiki prezident deyir ki, İran prezidenti, vəziyyət çox ağırdır. İnsanlar yenidən küçələrə, mitinq və yürüşlərə başlaya bilərlər. Əslində müharibədən əvvəl də vəziyyət ürəkaçan deyildi iqtisadiyyatda. Heç nə dəyişmədi. İndi daha da vəziyyət ağırlaşır və əgər Pezeşkiyan iqtisadiyyatın ağır vəziyyəti haqqında fikirlərini bildirirsə, bununla həm də özünü sığortalamaq istəyir. Sabah vəziyyət daha da ağırlaşsa, deyəcək ki, axı mən demişdim, iqtisadi vəziyyət ağırdır, nəticə çıxartmaq lazımdır. Həm də mühafizəkarlara, sepah generallarına mesaj göndərir. Bax, siz Amerika ilə müharibəni davam etdirməklə İran iqtisadiyyatını daha ağır vəziyyətə sürüklüsünüz. Sabah biz bu sosial problemləri həll edə bilməyəcək. Amma prezidentin bu mesajının nəticə verəcəyini söyləmək çətindir. Çünki İran mühafizəkarlarına və sepah generalları ölkə iqtisadiyyatı, sosial problemlərin həlli narahat etmir. Ancaq mənim fikrimcə bütün hallarda bu prosesin sonu elə Məsud Pezeşkiyanın dediyi kimi olacaq. Sağ olun əziz seyircilər, gələn görüşlərə qədər.